Samuqda Gələcəyə Baxış İctimai Hərəkatı 2013-cü il prezident seçkilərində ölkə prezidentinə dəstək kampaniyası ilə bağlı tədbir keçirib. Tədbirdə hərəkatın Qərb regional nümayəndəliyinin tabeliyində yaradılan Samuq rayon nümayəndəliyinin təqdimatı olub. Samuqda rayon icra hakimiyyəti, Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Samuq rayon təşkilatının nümayəndələrinin, Gələcəyə Baxış İctimai Hərəkatının Qərb regional nümayəndəliyi və tərəfdar təşkilat Gənc Dost Gənclər İctimai Birliyinin iştirak etdiyi tədbirdə ölkə prezidentinin uğurlu siyasətindən və bu siyasətin davam etdirilməsinin vacibliyindən söhbət açılıb. Gələcəyə Baxış İctimai Hərəkatının məqsədi, bilirsiniz ki, bu qarşıdan 2013-cü il prezident seçkiləri ili gəlir. Bu prezident seçkilərində cənab prezident İlham Əliyevin ətrafında gəncləri birləşdirmək və cənab prezidentə seçkilərdən qələbə qazanması üçün bir dəstək olmaqdır. Yığıncaqda hərəkatın 8-ci region nümayəndəliyi, Samuq rayon nümayəndəliyinin və təyin olunan rəhbərin təqdimatı keçirilib. Bizim əsas fəaliyyət istiqamətimiz Bakı şəhərindədir. Yerləşir, biz ən çox fəaliyyətimizi orada həyata keçiririk. Amma bizim Sumqayıt şəhərində nümayəndəliyimiz yaradılıb. Gəncə, Quba, Xaçmaz, Neftçala, Bərdə, Ağcabədi və bu yaxınlarda Mingəçevirdə gözlənilir nümayəndələrimiz. Sonda idman, təhsil və digər sahələrdə gənclərin beynəlxalq aləmdə uğurları, gənclərə göstərilən qayğı və dövlətin gənclər siyasəti haqqında müzakirələr aparılır. Bildirək ki, Gələcəyə Baxış İctimai Hərəkatı Azərbaycan 2020 Gələcəyə Baxış İnkişaf konsepsiyası əsasında yaradılıb. Elturan İbrahimli, İlham Həsənli, Kəpəz TV.